Sən gördüyün dünyanı yadından çıxart, bir dəqiqə mənim bu sualıma cavab ver, zəhmət çək. Sən necə var olmaq istəyirsən? Bu da düşünmədən cavab. İstəyirəm qocalığımda, ay qardaş, qocalığı qoy qırağa. Qocalığı qoy qırağa. Niyə qocalıq olmalıdır sənin həyatında? Sən istəyirsən qocalmaq? İdeal halda həyatdan danış hələ. Gətirib tədbiq eləmə onu hansısa dünya adlı məkana. Bax, o ideal halda arzuladığın həyat mövcuddur, onun adı axirətdir. Allah fəryad edir Quranda ki, ay insan, səni mən yaratmışam, xəyallarımı, arzularımı bilirəm və sənə uyğun öz həzmində, ölçündə aləm yaratmışam. O aləm bütün bu istəklər və dünyadan qopuq halda olduğun zaman nə ki istəklərin var, onların hamısının cavabı var. Sən ki dünyaya gəlsin, maşınım olsun, ay qardaş, bunlardan bir dəqiqə qop, sən insan olaraq, necə deyək, vücudu baxımdan özünü təhlil elə, məkan baxımından yox. Adamı dünya əsir eləsə, arzuları da kiçik olur, şikayətləri də. Pis adam dilləri, Allah nəzərində pis adam kimdir? Pis adamdır. Pis adam kimdir? Kiçik, arzuları kiçik olan adam. Məhdud adam, pis adamdır. Məhdud adam Allahdan narazı olacaq. Günah görən kim ona düşəcək. Bəlalarda dözümsüz olacaq. Çünki kiçikdir də bu, kiçik. Gördüyü bu 5-4 divardır. Ona görə pis adamdır bu. O ki, dilləri axirəti düşün, axirəti düşün. Buna görə deyirlər, bu bəhsdən çıxış eləyək ki, axirəti düşün, yəni öz istəklərinin cavabının dalıca get. Peyğəmbər adamdan üst çevirsə necə olar? Məni dinləyənlərin böyük əksəriyyəti yəqin ki, inancılardır da, dindarlardır, sual verirəm. Peyğəmbərimiz bizdən üst çevirsə necə olar? Çox pis, faciədir. Peyğəmbər nə zaman adamdan üst çevirir? Quran ayəsi ilə cavab verirəm. Fəəğriz əmmən təvəllə ən zikrina. Deyir, üst çevir. Bizim zikrimizdən üst çevirənlərdən. Allah deyir Peyğəmbərə, ya Rəsulallah, üst çevir kimdən? O kəslər ki, bizi yad eləməkdən üst çevirib, yəni bizi yad eləmir, unudub. Bunlar kimdir? وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاتِ الدُّنْيَا. O kimdir? Ancaq dünyanı istəyir, o adamlardan üst çevir. Ancaq dünyada məhdudlaşıb. Sonra bir söz deyir, mən onu loru dildə icazənizlə tərcümə edeyim Quranın bu hissəsini. Mənə irad tutulmasın. Hamı anlasın da, bəzən bəzi yer var, loru dildən istifadə eləmək lazımdır. Bir adam var, deyir, loru dildə desə, o burada deyir ki, başqa dil bilirsən ki, sən dilin loru dildə. Amma bizim dinləyicilərimizin içində müxtəlif insanlar var deyə, bəzən Quran ayəsini lap sadə dildə tərcümə eləmək yaxşıdır. Axırda deyir ki, zəlikə məbləğuhum minəl ilm. Yəni, onların qandığı bu qədərdir. Loru dildəsi budur. Yəni, anladıqları budur. Səviyyələri budur. O adam ki, fikri dünya ilə məhdudlaşır, dar çərçivədə məhdudlaşır, pis adamdır. Peyğəmbər üz çevir ondan, üz döndər ondan. Ancaq fikri buradadır. Gedir Məşədə deyir, İmam Rıza, Allahdan istə evim olsun. İmam Rıza, Allahdan istə övladım olsun. Filan qızla evlənim. Bir arzularını sayır. Deyirsən, bəs axirətdə var. Deyir, hə, məsləhətdirsə, İmam Rıza, vaxtın olsa, axirətdə olsun. Ona da vaxt varsa olsun. Amma əsas bu saat maşın istəyirəm. Filan, məsələn, telefon istəyirəm. Allah Peyğəmbərinə deyir ki, bu adamlardan üst çevir. Bu adam özünü tapmayıb. Özünü tanımayıb. Yaxşı, yenə də biz apardın axirətə, maşınımız, evimiz olmasın, paltarımız olmasın. Vallah olsun, Allah hamıya qismət eləsin. O deyir, gözün doysun, axır bir dənə hamıya Allah verərdi, rahatlanardıq, daha rahat oturub söhbət eləyərdi. Ona görə İmam Zaman zuhur eləyəndə dini söhbətlər daha yaxşı yapışacaq. Ki, nəhayət, al gözünüz doysun, hər söhbətə gəlirdin, etiraz edirdin, yenə axirət belə gəldi, saldın, dünya, bəs bunu da istəyirik. İmam Zaman gətirib onu verəcək ki, yaxşı rahatlanın, gəlin oturaq, biraz da mənəviyyatdan danışaq, axirətdən danışaq. Nəzər eləmir Peyğəmbər, çünki kiçik adamdır.
Deyir, apar özünü ora. Çünki sən bütün istəklərin cavabı oradadır. Sən insan olaraq axirət istəyirsən. Sən ora haqda düşün, planlarını ora uyğun qur, avtomatik dünya düzələcək valla. Sən planlarını ora uyğunlaşdır, onda düzgün qərarlar verəcəksən. Ağıllı adam axırı görəndir. Axıra hesablanmış addımlara dünya sənin düşündüyündən daha tez düzələcək. Sən ilişmirsən burada, belə deyək, burnunun uzun görürsən, oranı düzəltməyə çalışsan alınmır ona görə. Heç cür alınmır. Necə var olmaq istəyirsən? Dünyanı görmədən cavab ver. Mən istəyirəm xəstələnməyim, canım sağlam olsun. Ümumiyyətlə, heç bilməm xəstəlik nədir. Hamısı var, qardaş, hamısı var, narahat olma. Sənin ən əsas istəyin nədir ki, sən dəfə dedim, mən əvvəla həmişə var olmaq istəyirəm. Bu mən demirəm, ha bu. Bunu insanın fitrəti deyir. İnsanın içində var bu. Ona görə cənnətdə birinci deyir, gedirlər, başını salıb gedirlər cənnətə. Mən oranı canlandırım da gözünüzün qarşısında. Deyir, deyən bir dəqiqə, deyən sözüm var sizə. Görür göz qamaşdıran neymətlər qaça-qaça tələsir. Allah saxlayıb bir dəqiqə deyanın bir dənə söz deyim, gedin, rahat. Xalidinə fiha əbəda. Bu xoş xəbəri al, sonra get. Həmişə var olacaqlar orada, həmişə sözünü axtarırdın. Bu həmişəni eşidir, hədis deyir ki, o qədər sevinir ki, ölüm olsaydı sevincindən ölərdi. Həmişə var olmaq sevincindən ölərdi, təzad olardı. Həmişə var olmaq sevincindən. Sənin qorxduğun, bir ömür ehtiyatlandığın ölüm yoxdur. Bunun sevincini al, get. Yoxsa ki, səni mən tanıyıram da, gedib görəcəksən oranı. Sonra birdən bir mələk gələcək, qulağına pıçıldayacaq ki, 1 milyard ildən sonra yox sana. Oturacaqsan cənnətdə, başlasan ağlamağa. Sən beləsən. Sən belə bir varlıqsan. Adam otursun, bunları düşünsün də, düşünməyəndə bəlalar gəlir, adamı başa salır. Allaha and olsun, Allah bizi vurur hərdən. Vurur demək mümkünsə, bu bəlalar gəlir. 99% fikrimizi düzəltmək üçündür, bilirsiniz. Başa salmaq üçündür. Başa düşmürsən, dincliklə, belə də başa düşmürsən. Nə qədər başa salırlar, başa düşmürsən, deyir də neyiniyim, gəlsin, təcrübə sənə başa salsın. Mən özüm də elə, mən dinləyənlərdən fərqli deyiləm bu barədə. O qədər həqiqətlər minbərlərdən demişəm ki, onun üçün çox ağır bədəl ödəmişəm həyatda. Belə deyək də, çox başım bəla çəkib, sonra bu nəticəyə gəlmişəm. İndi deyirəm hazır, eşitmir. Deyirəm, kaş bir-iki təcrübə eləyib deyir artıq sənə, sən düşünərək başa düş ki, da sənin başa o işlər gəlməsin. Həyat mədrəsədə məktəbdir, dərs keçirlər. Necə dərs keçirlər? Ya təfəkkürlə başa düşməlisən, ya bəlalar başa salır, başqa çarəsi yoxdur. Başa düşməyə gəlmişik. Başa düşdüyümüz nədir, ona uyğun mənzil verəcəklər bizə. O qədər şeylər olub ki, mənə baha başa gəlib onu anlamaq. Nə qədər əziyyət çəkmişəm həyatda və gəlmişəm o əziyyətlərin nəticəsini danışıram. Ki, cəmaət əziyyətsiz başa düşür. Bizim də missiyamız budur. Həyatdan danışırdı. Nə ki, istəyirdi dünya həyatımız yaxşı, ideal olsun, yaxşı yaşayaq. Haralara getdin, çıxdın, axirətə, əbədiyyətə filana. Mən neynim ki, sən insansan. İnsan böyük hərflə. İnsansansa o qədər böyüksən ki, gərək əvvəl sənin böyülüyünü sən anladaq ki, öz ölçündə həyat arzulayasan da özünə. Səndən başlamalıyıq da. Mövzu əzəmətlidir. Özün böyük ol ki, özünə layiq həyatdan danışa bilim səninlə. Adam gərək böyük olduğunu anlasın ki, o ilə həyatdan danışasan. Onun üçün də gedirik cənnətə, sonra qaydırıq dünyaya. Mənə qulaq asanlar deməsin ki, bu hazı da yenə apardı bizə axirətə. Dünyadan danışacaqdı. Yenə axır nəticə nə oldu ilə? Yox. Ölçüyü başa salmaq üçün oradan gəlib buranı islah eləmək daha optimaldır. Onda gözəl bir həyata sahib olursan. İnsan böyükdür əbədiyyət ölçüsündə.
əbədiyyət ölçüsündədir, sığmır dünyaya. Ona görə nəticə nə olur? Nəticə Həzrət Əlinin dediyi bu söz. Qulubuhum məhzunə. Qəlbləri hüzünlüdür. Möminlərdən danışır. Deyir, qəlbləri kədərlidir. İnsan ümumiyyətlə qəlbi kədərlidir. Nəyin kədərlidir bu? Toyda da kədər var. Toyda ən şıdırğı oynadıqları vaxtda görürsən ki, kədər var. Nə üçündür bu kədər? Bax, o istəklərlə reallığın bir-birinə uyğun olmamasının kədəridir. Sonsuzluq istəyən insanı gətirmirsən məhdud dünyaya kədərlənməsin, neynəsin? Sonsuzluq istəyir. İndi istəyirsənsə bu qəm acı olmasın, neynəməlisən? Qəm hamısı acı deyil axı, qəm olmalıdır. Amma acı olmasın ki, intihar eləməsin, depressiyaya düşməsin, panik atak olmasın, filan şey olmasın, neynəsin? Necə eləsin? Buna xəbər verirlər ki, sən əbədiyyət ki istəyirsən, dünya cavab vermir, var o aləm. Var o aləm. Onda nə olur? Bu qəm avtomatik çevrilir olur, şirin qəm. Çünki görür ki, burada cavab vermir, qəmlənir, istəklərinə uyğun deyil, axı ölçüsündən aşağıdır dünya. Amma bir xəbər verirlər, var, onun sevinci gəlir, bu qəmə qarışır, bir dadlı bir şey çıxır ortaya. Ləziz bir yemək. Həyatı necə istəyirsən sən, əbədi, həmişə var olmaq istəyirəm, əhsən, əla istəkdir. Ona görə də mən qəmliyəm ki, burada görürəm, axı əbədi deyil. Toy günümdür, hamı sevinir, axı bilirəm, qutaracaq. Bir dəfə keçmiş söhbətlərində dedim, yaxşı, qutarmasın, sabah da eləyək, birisi gündə, bir il toy eləyək. Yorulacaqsan, uşağın dünyaya gəlib, hələ toyun davam eləyir. Onu da istəməyəcəksən. Bundan nəticə nə olur ki, bu dünya sənin yerin deyil. Dərhal ruhani damarım tutub əxlaqi nəsiyyət eləmək istəmirəm ki, ay insanlar dünyaya bağlanmayın. Bunları başa düşmədən insana danışanda deyir ki, yenə başladı bizi dünyadan ayırmağa. Yox, mən reallıqları danışıram. Hələ düşün, fikirləş. Sənin içində olan bu qəm var, həmişə dünyada var. O etirazdan doğan qəmdir. Bu etirazın da cavabı var. Bu etirazın cavabı budur ki, bəli, düzdür, bura səni qane eləmir. Amma istəklərə uyğun əbədi bir aləm var. Onda adam ağracıya düşmür. Onda gəlir təbəssüm qonur dodağıva, qarışır qəmlə. Bu cümləni yadda saxlayın. Bu cümləni yadda saxlayın. Ki, müvəqqətilik qəmi ilə əbədiyyətin sevinci adamın vücudunda qarışır. Gözəl bir hal yaradır. Müvəqqəti dünyanın qəmi ilə əbədi axirətin sevinci. Əcəb haldır bu. Gözəl bir haldır. Onda Peyğəmbər kimi olursan, ürəyində qəm, dodağında təbəssüm yaşayırsan. Bu qəmin cavabını vermək lazımdır. Valla nə qədər şad musiqilər var, hamısının içində hüzün var. Bunu mütəxəssislər də sübut eləyə bilər. Nə qədər şad musiqi varsa, çünki musiqi həmin o əbədiyyət axtarışından doğru ümumiyyətlə. Bu mənim gəldiyim qənaətdir. Axtarışın nəticəsidir. Bu qəm necə eləyək pozitiv olsun? Mən müvəqqəti dünyadayam, sıxılıram. Çünki egzistensional olaraq, vücudu olaraq məni bu dünya qane eləmir. Müvəqqətilik qəmi gəlir, əbədilik sevincini Allah verir ki, əbədiyyətin var qarşında. Onda təzada uyğun bir şey yaranır, bəziləri hədislərin içində çaşbaş qalır. Bir yandan möminlərdən danışır, deyir, qulubuhum məhzunə, qəlbləri qəmlidir. Bu yandan deyir ki, daimən nişatu, sevinci davamlıdır. İndi bunları uzlaşdır. Bax, mən uzlaşdırdım, bilməm uzlaşdıra bildim ya yox. Eyni mömin haqqında deyir, eyni adam deyir. İkisində bir adam deyir, Əli ibn Əbi Talib əleyhissalam. Deyir ki, qulubuhum məhzunə, qəlbləri kədərlidir möminlərin. Bu yandan deyir ki, daimən nişatu, sevinci daimidir. Necə başa düşək? Bax, belə başa düşək. Bu təzadı uzlaşdıra bilir. Ona görə zarafat eləyir, deyir, gülür, amma qəmlə sevinci qarışıqdır. Peyğəmbər gəlir Bəqi qəbirstanından, Ayşə xanım soruşur ki, hardan gəlirsən ya Rasulallah, deyir, Bəqidən. Ölənləri ziyarət edim, sonra dərhal zarafat edir. Deyir, bircə səni də orada bastırsaydın, dincələrdin. Zarafatca deyir.
O da deyir ki, tək sən yox, digər xanımların da dincələrdi. Ailəsindəki davranışı və bu şəkildədir. Bir ərəb gətirir, hədiyyə verir Peyğəmbərə, sonra deyir ki, pulunu verir. Qəribə tərzdə deyir ki, cəmaat hamısı gülür. Gülür deyir, hər dəfə deyir ki, o ərəb hardadır, gəlsin, danışsın, biraz deyək, gülək. Peyğəmbərimiz belə idi. Bir çox dindarlarımızın əksinə olaraq. Acıqlı simada deyildi. Əli əleyhissalam o qədər zarafatçılı idi ki, xəlifə olmaması üçün dəlillərdən biri buydu ki, çox zarafatçılıdır. Gəl adam qaşqabaqlı olsun ki, qamçı əlində cəmaat idarə eləsin. Gülərüz adamdan xəlifə olmaz. Sevinclə qarışıq qəm insanın həyatına ləzzət qatır. Sadəcə izah tapasan. Sevincə də, qəmə də. İzah tapasan. İnsan əbədiyyət istəyir, bu insanın ilk istəyidir. Unutmayaq bu istəyimizi. Ölümdən qaçırıq, ölümü düşünmürük. Din deyir, əksinə axirəti düşün, ölümü düşün ki, o əbədiyyətin qapısıdır. Hər şeyə həyatında ondan əlaqələndir. Xəstəsən, xəstələnmirsən, hamının başına gəlir də, xəstəsən. Deyirən, Allah mənə şəfa versin, amma bir aləm var ki, orada xəstəlik yoxdur. Xəstəlikdə sevinmək budur. Bir günə, 5 günə, 10 günə, bir ilə sağalacaq, inşallah sağalacaq. Birdən də sağalmasa, mən Kalaskada da xoşbəxtəm. Mən bilmirəm, başıma gəlsə nə edəcəm. Heç vaxt məni örnək götürməyin. Mən bilmirəm, bu dediklərimə o məqamda bir ömür desələr ki, Kalaskada şikəst arabasında gəzəcəksən, şikəst yaşayacaqsan. Amma doğrudan da ora yönələn adam deyər ki, Allah mənə şəfa versin, verməsə də bir aləm var ki, orada heç zaman xəstələnməyəcəm. Görürsən, xəstəlik vaxtı da sevincdir bu. Və yaxud da şad vaxtındır, kefin kökdür, hər şey yaxşıdır. Yenə də ora haqda düşün, dinən ki, bu nədir hələ? Bu 100-də biri, milyonda biridir. Bir aləm var ki, şadlığı bu ilə müqayisəyə gəlməz. Onda sevincin üstündən sevinc artacaq. Və səni kiçik sevinc səni yolundan çıxartmayacaq, büdrətməyəcək. Çünki kiçik sevincə çox alud olanda həmişə yersiz sevinc, yersiz qəm gətirəcək həyatda, qaydadır, yadda saxlayın. Bir şey lazım olduğundan çox sevindinsə, mütləq və mütləq qəmini gətirəcək. Həyatda görmüşəm onu. Elə olur ki, bir şeyə çox sevinmişəm, hiss eləmişəm. Bir saat, 2 saat keçməmiş görsən, qəm gəlib ürəyimə. Şəxsən özümdə bunu hiss eləmişəm. Bu qədər sevincə layiq məsələ deyildir. Bu qədər sevinmək lazım deyildir.